Dostlar, hal-hazırda biz 1-ci mərtəbədəyik. İndi qalxacaq 55-ci mərtəbəyə. Palma adalarına baxmağa. Palma adaları dünyanın ən böyük süni adasıdır və biz hal-hazırda ona baxacağıq və onun necə yaranmasını göstərir bu tablo. Əvvəl suyun içərisində olub, sonradan quru halına gətirilmişdir. 120 million tons of sand was brought from the ocean to build the 17 fronds in the shape of a palm. Tikintisi də 1997-ci ildən başlamışdı və hansı ardıcıllıqla davam etmişdi. Və hal-hazırda biz 55-ci mərtəbədəyik və Palma adalarına baxırıq. Olduqca gözəl görüntüsü var. Dünyanın ən böyük süni adaları bu. Elə bil ki, nağıldır. Gördüğünüz Palma adalarının tam mərkəzinə gedirik. Hal-hazırda qatarımız şəhərin içinə gedir. Birazdan isə suyun üstü ilə gedəcək. Hal-hazırda isə qatarımız suyun tam üzəri ilə gedir.